axtarırıq ki, bu dəyişən necə olmalıdır? Dəyişən ingilis əlifbasının həm böyük, həm də kiçik hərflərindən istifadə edilə bilər dəyişəndə. Dəyişəndə nədən istifadə etmək olmaz? Baxın görün, dəyişəndə mən rəqəm istifadə edə bilirəmmi? Bax, dəyişənin adını yazdım A2. Çalışdırıram bunu. Baxaq görək çalışırmı? Run edirəm. Bəli, qiyməti dəyişənimiz A2 idi. Qiyməti 9-u çapa verdi. Deməli, mən dəyişəndə rəqəmdən istifadə edə bilərəm. İngilis əlifbasının böyük, kiçik hərfləri rəqəmlər. Amma görün, biz bunu rəqəmlə başlaya bilirikmi? Run edirəm, çalışdırıram. Baxaq görək, mənə error verdi. Deməli, mən dəyişənin adında nədən istifadə edə bilmərəm? Rəqəmlə istifadə edə bilərəm, amma rəqəmlə başlaya bilmərəm. Sonra bizə deyir ki, bu dəyişənlərdə xüsusi işarələrdən də istifadə etmək olmaz. Hansı xüsusi işarələr? Bildiyiniz siləşlərdir, tredir, sualdır, ulduzdur. Təbii ki, mən onların hamısını yazmayacağım uşaqlar. Bir neçəsinə sadəcə baxaq. Açılsın B. Baxaq görək, bu xüsusi işarələrdən istifadə edə bilirikmi? Yenə error verdi. Deməli, mən dəyişənin adında xüsusi işarələrdən istifadə edə bilmirəm. Bəs istisna hallar hansılardır? Mən hansı xüsusi işarələrdən istifadə edə bilərəm? Altdan xətt var ki, mən altdan xəttdən istifadə edə bilərəm. Buna icazə verilir. Run eləyim, baxım, görün mənə çıxışa 9-u verirmi? Verdi. Deməli, xüsusi işarələrdən altdan xəttə icazə ver. Bir də mötəzələrə icazə var. Bir dənə mötəzəni yazaq. Baxaq görək, bu mötəzəyə icazə varmı, yoxsa yoxdurmu? Run eləyirəm, baxaq görək, mötəzəyə icazə varmı? Run elədim və görürük ki, burada bağlamamışıq biri. Baxaq görək, icazə var. Deməli, xüsusi işarələrdən biz istifadə edə bildik nəyi? Həm istifadə edə bildik altdan xətti, həm də ki, mötəzəni istifadə edə bildik. Bəs sual verə bilərsiniz ki, müəllimə, biz dəyişənin adında boşluqdan istifadə edə bilirikmi? Mən də deyirəm ki, gəlin yoxlayaq. Görək, biz dəyişənin adında xüsusi işarələrdən istifadə edə bilirikmi? Bizə error verdi. Deməli, biz dəyişənin adında xüsusi işarələrdən də istifadə edə bilmirik. Ümumiyyətlə,